salamlar. Dostlar, bugün sizin yeni bir videodan karşınızdayım. Dostlar, bugünkü videoda yani dostlar açıklama videosudur bu. Çünkü dostlar ben bildiğiniz üzere 5-6 gündür video atmıram. Hatta attığım videoda dostlar 4 gündən ve 3 gündən bir atıram. Bunun sebebi dostlar indi açıklayacağım niye dostlar elə atıram. Bak sen paşama ya. Yani dostlar ama onu əvvəl dediyim ki dostlar YouTube bıraktım mı? YouTube heç bırakmamışam. Buradayım. Ama dostlar sadece yani necə deyim dostlar baxdım. Hətta açıqlayayım dostlar. Dün ev 2 saat dostlar 9'a getmişəm. Saat da 6'da gəlmişəm. 6 ama ondan sonra da mən video atanda akşam saat video atanda bilirəm ki mənim daha doğrusu videolar az izlənir. Çünkü dostlar ki 7-8 saat olmuş sabah kimi. O 7-8 saatda çox adam sonra izləmir axı videonu. Çünki onda çox adam yatır. Ona dostlar mən videoları saat 2-də və yaxud da dostlar 1-də falan dostlar atıram ki, heç olmasa axşam üçün biraz like alsın, izlənsin. Beyin bedava. Yəni dostlar açıqlam budur ki, yəni inşallah bundan sonra dostlar videolar atmağa çalışacağam. Düzenli videolar ama dostlar yəni söz verməyim ki, hər gün video atacağam. Və yaxud da belə çünki dostlar ne bileyim vaxtım həqiqətən o qədər olmur. Heç olsa indi belə dostlar o qədər vaxtım yoxdur. Mesela bu videonu çəkmək istəyirəm ki, YouTube falan bırakmamışam istədi. Sonra yəni geri dostlar döndüm. Yəni heç onsuz getməmişdim. Sadəcə videoları çox az atırdım. Bir də ki dostlar izlənmə saatımız bildiğiniz üzere 3900'dür. Yani 3900 dostlar həqiqi yaxşı. Yəni 100 izləmən sonra pul qazanma aktiv olacaq. Zəhmət olsa dostlar videoya da axıra kimi baxsaq sevinərəm. Bu söz zəhmət olsa videoya like atın, videomuz dostlar irəli çıxsın. Dostlar görsünlər ki heç hərəkət etməmişik. Dostlar buradayıq. Yəni dostlar Türklər demişkən belə deyək də. Dostlar belə bir video var idi. Hal-hazırda deməyəcəm, ekrana qoyacağam. Bir süredir yoktun. Demişler ki öldü. Şimdi yazsınlar. Kral geri döndü. Yani hele deyək və olsa geri qayıtdıq. Yəni inşallah dostlar bundan sonra günlük videolar atmağa çalışacağam deyirəm. Dostlar açıqlama videosu bu qədər idi. Yəni dostlar videoda dostlar çox qısa oldu. 2 dəqiqəlik videolar et. Dostlar 2 dəqiqəlik həqiqi video olmaz. Ona görə dostlar istəyirsə birdən sonra gələ Lone Wolf oynayaq və dostlar videomuza sonlandırırıq. Dostlar ekran koyduğum kanallar dostlar zəhmət olsa hər birinə abunə olun. Yəni yazırsınız nə bilim mənim kanalımı tanıtsa. Sonra yəni əlimdən gələn qədər vallahi dostlar hamı kanalı tanıdıram. Hətta dostlar postlara baxanlar bilir ki, yəni dostlar mən çox adam dostlar kanalı tanıtmışam da. Hə bir də ki PUBG Mobile videosu. Dostlar PUBG Mobile videosu atmayacağam. Dostlar bunun səbəbi budur ki, yəni dostlar Free Fire kanalına PUBG Mobile videosu nə əlaqədir yəni. Sonra məncə lazımsız bir şeydir. Adam ya geldi adam. Öyle olsa dönənki canlı yayına gələnlər bildi ki, hətta çox adam yəni 60 neçə nəfər var idi, 50-60 nəfər var idi, xeyli adam var idi. Orada PUBG Mobile canlı yayını açdım. Orada da çaşıb yorumlar bağlamışam. Heç birinizin yorumunu oxuya bilmədim. Yəni ona görə də üzr istəyirəm. Yazmışdım hətta indi sonradan görürəm ki, yazmışsınız ki, canlı yorumlar bağlıdır. Amma sonra mən onu sonra gördüm, yəni canlı bitdikdən sonra. Ondan sonra söz çox zaman videomuza başlayaq. Videomuza başlamazdan əvvəl like atmayı unutmayın. O zaman dostlar keçək Lone Wolf'umuza. Dostlar gəldik oyunumuza. Başlayaq. Yəni sonra dəqiq bilmirəm mən video satacağım. Yəni sonra heç istəməz dostlar, ən son attığım video 160 like ilə bir like gəl. Sağ olun dostlar, amma biraz artırırsa zəhmət olsa yaxşı olar. Sonra hər videomuzda 200 like gəlsə sevinərəm yəni. Zəhmət olsa bu videoya yəni 200 like atsız sevinərəm. Yəni açıqlama videosu mən çox atmaz. Oo, deyən bu adam bir də ki təzə zamanlarda bəlkə mən işləyəndə ola bilər. Free Fire nədənsə biraz da marağım öldü. Niyə? Çünki dostlar hər gün mən Free Fire oynayırdım. Kaçırdım, video falan çəkirdim. Dostlar yəni o qədər vaxtım daha sonra Free Fire dostlar oynamaqda həvəsim nədənsə ölmüşdü. Ona görə sizlə PUBG Mobile'də video satmaq istəyirəm bir yandan da. Sonra dostlar istəmədim də dedim indi səbəbim dedim niyə PUBG Mobile video satmaya atmadım. Adam da dostlar bırak. Uduzmuyor da bu adam. Dostlar bir ilk oyundu. Biraz zayıf oynayıp gəlin indi yorumda istat yazmayın.
başlayalım. Bir dakika. Bu adam indi buradan çıkardı. Gizlendi bura. O da 2-0 dostlar irəliyə keçdi. Yəni dostlar zəmanımıza bırakın baxanlar videomuza like atsın. Yəni bir də ki inşallah video yəni 8 dəqiqə olar. P90 seçəydim. P90 seçdim. Bir də hassasiyet ayarını dəyişdirdim. Hamısı axırıncı 0.4 yüksək budur. Varsa hamısını 200 elədim. Əvvəlki bir ki hassasiyet ayarına təngərdi bunlar. Dosta təngər. Yəni ikisi olsa eyni şeydir. Əvvəl olsa 200 edib hamısının axırıncı 0 eləmirdik. İndi hamısını 200 eləsə eyni şey olacaq. Olmadığı için beni karıştırdın. Hardasa da hassasiyetlər dəyişdirdilər. Hə, 3-0. Dostlar 3-0'dur videomuza cəm 6 dəqiqə idi qəşəng. Biraz əslində adana say verə bilərik video biraz uzun olsun. Heç olmasa ən az 8 dəqiqə olsun da. Dostlar bunu bilənlər yəqin var. Dostlar onda reklamları dostlar YouTube özü qoyur, ağızdan gələn reklam qoyur da. Bir də olanda nəsə olsa bununla əlaqəli qoyar. Mən biləm dostlar indi bilmirəm pul qazanmaq aktiv. Dostlar pul qazanmaq məndə aktiv deyildi. İnşallah bu videodan sonra açılacaq. Yəni hələ dəqiq bilmirəm amma mən elədim. Dostlar mən elə eşitmişdim böyük kanallarda. Adam da buradadır vurmadım özüm. Bir ikinci kanalımız dostlar Nihat FF kanalıdır. Ona da abunə ola bilərsiniz və like ata bilərsiniz. Dostlar həqiqət o kanalda izlənməsi falan qəşəngdir. 41 abunə ediyor həqiqət videolar yaxşı. Buna baxın. Dostlar 4-0 uduruq. Bir də ki danışında mən bilircə bu adam biraz say verəcəm. Həm onun sözü danışa bilir. Bizim zamanlar yəni kimsə takipçim hesab vermişdi. O zaman bu takipçinin verdiği hesabda artıq girəlmirəm. Soruşun görün niyə? Çünki dostlar adam yəni takipçim kodunu dəyişdirdi, hesabın kodu. Yəni dostlar can sağ olsun deyə. Dostlar eybi yoxdur. Dostlar biz bu hesabdan yenə davam edirik. Aslında o hesabı da çəkilişlə verə bilərdim. Çəkilişlə daha doğrusu mən dedim də verəcəm. Amma dostlar aldı eybi yoxdur. Yəni yeniden deyirəm can sağ olsun. Bu adam adam dostlar istəyir birinci sayını vursun. Vur. Yerimizə duraq ki vursun da bir tər. Buna axı vurmur. Dostlar vuracam bu adamı. İstiyorsa olsa video edeyim olar 8 dəqiqə edib. Vuraq görürsən. Ya buna axı. Dostlar. Gəlin yumruqlayaq. Bu adam bomba falan atır. Dostlar istiyorsa dedim dostlar. Bu adam vuracıydım. Vuran ben bu adam vurdu qəşəng. Qəşəng dostlar birinci sayısını aldı. Gel buraya dostlar vuraq da. Valla videomuz çox da uzun olmasın. Ya sözlərim olsam axıra kimi baxsın videoya. Çünki izlənmə saatımızda yəni 4000 olsun. Həqiqət dostlar yəni mən yəqin bilirlər ki mən video yalan danışan biri deyirəm. Helal olsun ulan. Yemin ediyorum aynı benim gibi bir adamsın ha. Əgər açılsa $100 dəqiq o qədər versələr olsa həqiqi təxmini bir 20-30 manatlıq çəkiş edirəm. Bu adam da vuraq. Yoksa 5 yani 5 bir dostlar. Videonun sonra açılsa $100 versələr vallahi sonra 20-30 manatlıq çəkiş edəcəm. O da boyat pas. Biraz özümə elmas falan vuraram. Kamera falan alarım. Dostlar bir şeyler eləyəcəm da. Ondan sonra bugünkü şey olsa videomuz buraya kadar. Dostlar bir üst günüyə video atmıram. Onda indi səbəbini açıqladım. Ondan sonra bugünü bu qədər olsun. Bir dənə videomu bəyəmişsiniz. Videomu bəyənsiniz, like atıp abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.